Belə bir sual paylaşmışdıq. Normaları nəzərə alaraq verilmiş nümunəyə uyğun cümləni və ya cümlələri seçin. Bizdən müxtəlif qanuna uyğunluqlar, məntiqi ardıcıllıqlar tələb oluna bilər. Məsələn, cümlənin quruluş növünə görə, cümlədəki sözlərin quruluş növünə görə və s. İndi burada da deyir ki, normalara əsasən, yəni normaların pozulmasına və pozulmamasına əsasən bunları nəzərə alaraq uyğunluğu tapmalıyıq. Nümunə belədir. Az vaxt qaldığını bilən İlyas əhval-ruhiyyəmizi korlamayacağını dedi, qısa lakonik danışdı. Burada hansı norma və yaxud da normalara pozulub? Əhvali olmalıdır bu fonetik norma, i hərfinin buraxılması. Bir də qısa lakonik, iki dənə eyni mənalı sözün yanaşı gəlməsi taftologiyadır, yəni mənasız təkrardır, yəni leksik normanın pozuntusudur. Leksik də pozulub. Deməli, leksik pozulub, fonetik pozulub, amma qrammatik pozulmayıb. Deməli, bizə elə bir cümlə lazımdır ki, orada fonetik və leksik norma pozulsun, qrammatik norma pozulmasın. A variantında fonetik norma pozuntusunu görürük. Əda, baz, əda sözündəndir da, bu elə yadda saxlayın. Sonra leksik də pozulub, ucuz qiymətə hədiyyə etdi. Hədiyyə etmək pulsuz olan bir şeydir. Yəni, qarşılığında nəsə alırsansa, hədiyyə eləmirsən, satırsan. Pulsuzsa necə ucuz qiymətə ola bilər? Leksik normada pozulub, amma biz bunu götürə bilmirik. Çünki burada fonetik leksik normalarla yanaşı bir çox paltarını, görürsünüz burada lar buraxılıb. Qrammatik də pozulub, üçü də pozulub. Bizə lazımdır ki, o ilk ikisi pozulsun. Ona görə A getdi. B. Ev sahibi bu gəlişin səbəbsiz olmadığını bilirdi. I buraxılıb, fonetik norma pozulub, başqa pozuntu görmürük. Ona görə B də getdi. Dalanın kənarındakı açıqlıqda fonetik norma, cəmaat yığışmışdılar. Cəmaat təkdədir, toplu isim, amma təkdədir, yığışmışdılar, cəmdədir. Fonetik və qrammatik normalar pozulub. Bu da bizə lazım deyil. D-də dünən dil boğaza qoymayan Arif bugün sanki dil otu yemişdi. Bu cümlənin məzmunundan elə anlaşılır ki, dünənki halı ilə bugünkü halı ziddiyyət təşkil etməlidir, amma eyni şeydir. Dil boğaza qoymamaqdır, çox danışmaq deməkdir, dil otu yeməkdir. Deməli, bu cümləni quran adam bu ifadələrdən birinin mənasını bilmir. Həmçinin dil boğaza, burada defiz işarəsinə ehtiyac yoxdur. Deməli, həm leksik, həm fonetik norma pozulub, D-ni götürürük. Bayaqki quşlar da ayrı yazılmalıdır, fonetik. Ağacda dayanmışdı. Quş ağacda dayanmır, ağaca qonur. Leksik norma, E-ni götürdük, fonetik leksik pozulduğuna görə. Bu əhəmiyyətli hadisə idi. Bir dənə Y buraxılıb burada, fonetik pozulub təkcə. Bizə nə lazım idi? Fonetik leksik. Ona görə Ə-ni də götürmədik. Düzgün cavab oldu D, E.